Bismillahirrahmanirrahim. İlahi entiqni bil huda vel himnit təqva. Allahın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Mövzumuz Fatihə surəsinin barəsindədir. Qısaca olaraq inşallah siz əzizlərimizin xidmətində olarıq. Fatihə surəsinin adlarından biri də Fatihətul Kitabdır. Yəni, bu mənadadır ki, müfəssirlər buyururlar, müxtəlif illətlər nəql edirlər. Biri də budur ki, Quranın əvvəlində qərar tapdığına görə Fatihətul Kitab deyilməkdədir. Fatihətul Kitab insanın tamamı yaşayışında təsirləri vardır və Quranın əzəmətli surələrindən sayılmaqdadır. Və Peyğəmbər Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyururlar ki, hər bir insan öz həyatında bunu tətbiq edərsə, xeyr-i bərəkət onundadır. Resul-i Əkrəm buyurur ki, hər bir insan öz dünyasını dəyişən bir insana bu surəni oxuya və o insan həyata qayda, bu barədə şəkk etməsin. Bu mənadadır ki, insan bu cür nə başa düşür bu rəvayətdən ki, Fatihətul Kitabın nəinki bu dünyada, bəlkə axirətdə də təsirləri var və rəvayətlər bu haqda bəyan olunubdur ki, insan həm yaşayışında, dünyada, işində, hər bir sahədə gərək bu surəyə əməl eləyə və Quran buyuran tərzdə hərəkət eləyə. Və diqqət etsək, əzizlərim, müxtəlif qövmlər arasında rəsmdir, adətdir ki, mühüm bir məsələni yerinə yetirdikdə inandığı bir varlığın adı ilə iş görərlər. Necə ki, müsəlmanlar Bismillahirrahmanirrahim deyərlər ki, Bismillahirrahmanirrahim 114 surənin 113 surəsinin əvvəlində nazil olubdur. Fəqət Tövbə surəsində nazil olmayıbdır ki, bunun da özünə xas olan bəhsləri vardır. Və hətta necə deyərlər, nəinki tamamı surələrin əvvəlində, bəlkə Qurandan əvvəl nazil olan müqəddəs kitablarda da həmçinin Allah Bismillahirrahmanirrahimi nazil etmişdir. Misal olaraq Həzrəti Nuh barəsində Allah Quranda danışarkən buyurur ki, Bismillahi məcrəhə və mursəhə ki, hətta o necə deyərlər, o gəminin hərəkəti və dayanması həqiqətdə Allahın iradəsi və Allahın istəyi iləndir ki, insan tamam işlərində bu işi görməlidir. Həzrəti Süleyman əleyhissalam Səba mələkəsinə məktub ünvanladıqda Quran buyurur ki, bu ayəni qeyd etdi əvvəldə. Bismillahirrahmanirrahim ki, göstərir ki, İslamdan qabaq da tamamı Peyğəmbərlər öz işlərinin əvvəlində Bismillahirrahmanirrahim deyərdilər. Bismillahirrahmanirrahim insanın qəlbini aram eləyər. O insanlar ki, bəndədirlər, öz Mövlasına söykənərlər və onun adı ilə iş görərlər. Əlbəttə ki, şəri olan əməllərdə, doğru dürüst olan əməllərdə Bismillahirrahmanirrahim deyərlər ki, o əməllər bərəkətsiz və xeyirsiz qalmaz. Ki, Allahın adı ilə insan iş görə, o Allah ki, xaliq-i tamam aləmdir və sahibdir, həqiqi sahibdir. Bu varlığın adı ilə insan elə bir varlığın adı ilə iş görə, təbii ki, işi yarımçıq qalmaz.
Ve İmam Bakir aleyhisselam buyurur ki, o insanlar ki bilirsiniz bazı insanlar təəssüflər olsun geldiler Bismillahirrahmanirrahim'i sureden hesaplamadılar. Ayet olarak hesaplamadılar. İmam Bakir aleyhisselam buyurur Bismillahirrahmanirrahim. Eğer bir insan namazında demeye və yaxud onu surədən hesablamaya, ayəni surədən hesablamaya. Təbii ki, deyir, o şəxslər, o insanlar kimidir ki, sərəqu əkrəmə ayə. O insanlar kimidir ki, ayəni Qurandan götürübdür və yaxud oğurlayıbdır. Və ümumiyyətlə tamamı xeyir işlərin əvvəlində Bismillahirrahmanirrahim qərar tapmaqdadır. İnsan iş görərkən, yeyərkən, gəzərkən tamamı xeyir əməllərdə Bismillahirrahmanirrahim deməlidir. Və şəri cəhətdən də həmçinin bir insan heyvanı zebh edərkən, qurbanlıq edərkən Bismillah deməzsə əti olar haram. Və ayəni kəlmə və kəlmə diqqət etsək, buyurur Bismillahirrahmanirrahim, Fatihə surəsinin əvvəlinci ayəsi. Bu cür nə buyurublar ki, Rəhman bağışlamaqlıq ki var, bu dünyada tamamı məxluqatlara aiddir. Allah bir günahkar ola, biri zülm eləyə, tövbə eləyə, istiğfar eləyə və səmimi qəlbdən dönə, Allah yolunda sabit ola, Allah onu əff eləyər bu dünyada. Rəhman bu dünyaya aiddir buyururlar. Rəhim, yəni bağışlayandır, çox-çox bağışlayandır Allah təbarək və taala. O insanları ki, iman əhillərdilər və axirətdə onları Allah bağışlayar. Allahın lütfi və inayəti möminlərə olar axirətdə. Məxsusi bir inayəti olar axirətdə. Rəhim məhdudlaşdırır fəqət möminlər, onlar ki Allaha iman gətiriblər, onlar ki Allahın yeganəliyini qəbul ediblər. Allah təbarək və taalanı and veririk izzət və cəlalına, qəlblərimizi, yaşayışımızı Quran nuru ilə nurani etsin, münəvvər etsin və şəhidlərimizin məqamın daha da uca qərar versin və onları bizlərə şəfaatçi qərar versin və xəstələrimizə şəfa və onlar ki dünyadan köçüblər, əzizlərimiz, əzizləriniz, Əhl-i Beyt aşiqləri idilər. Allah onları qəni-qəni rəhmət etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.